Uşaqlar salam. Bu günləri Şahin İbrahimovun kitabından RFM hazırlaşanları üçün deməli sınaq 5-in izahını verirəm və keçək suallarımıza. Demək, birinci sualda diqqət edirsinizsə, verilib alimlər və qanunlar, yəni hansı alim hansı qanunu elmə gətirmişdi, icad etmişdi, belə deyək. Birincidə deyir ki, mol anlayışı. Mol anlayışı biz bilirik ki, bu Avogadroya aiddir. Hətta məsələ həllərini edəndə biz işləyəndə Avogadro ədədindən istifadə edirik və yazırıq ki, n Avogadro bərabərdir 6,2 vurulsun 10 üstü 23-ə. Demək ki, birinci mol anlayışı aid oldu kimə? Avogadroya, 2-yə A yazaq. Sonra maddə kütləsinin saxlanması qanunu. Maddə kütləsinin saxlanması qanunu bu Lomonosov və Lavoisiyə aid olan bir qanundur. 1-ə onda yazaq biz B-ni və C-də nə deyir? Elementlərin dövrü cədvəli. Elementlərin dövrü cədvəli, uşaqlar, bu Mendeleyevə aid olan bir qanundur. Düzdür, başqa alimlər də iştirak ediblər. Orada Şankurtuyev var, Debreyner var. Amma ki, yəni bu cavabların içərisində, alimlərin adlarının içərisində onların adı qeyd olunmadığına görə C variantını biz götürmürük. Üzvü və qeyri-üzvü kimya anlayışı, bu isə deməli Berzelius və Wöhler tərəfindən elmə gətirilmiş bir anlayışdır. Ona görə də 3-ə biz D yazırıq və hansı cavab oldu? 1-də B, 2-də A, 3-də D olur. Deməli, birinci sualın cavabı B variantı. İkinci sualımızda bizdən nə istəyir? İkinci sualımızda uşaqlar, baxın, belə bir ardıcıllığı verilib. Bir saniyə mən ekranı bir qədər yuxarı qaldırım ki, daha rahat olsun bizə. Aha, deməli, ikinci sualımızda bizə deyir ki, ardıcıllıq var. Fikir verirsinizsə, bir qədər genişlətə bilsəm. Aha, birinci verilib müşahidə, sonra digər çərçivədə verilib X, təcrübə, üzr istəyirəm, təcrübə və deməli Y verilib, o birisində də. Demək, uşaqlar, indi diqqət eləyin ki, ilk öncə, belə deyək də, müşahidələr aparılır. Bir saniyə, üzrlü sayın. Aha, ilk öncə müşahidələr aparılır. Daha sonra, belə deyək də, fərziyələr irəli sürülür. Əvvəlcə baxılır, müşahidə olunur. Sonra fərziyələr irəli sürülür ki, fərz edək ki, bu belə olsa necə alınır? Yəni fərziyələr irəli sürülür. Sonra həmin o fərziyələrə əsasən, müşahidələrə əsasən, biliklərə əsasən təcrübələr aparılır və təcrübələri artıq tam dəqiqləşdiriləndən sonra bunlar belə deyək, paylaşma keçir və demək, müşahidədən sonra fərziyə, təcrübə, yenə təcrübəyə əsasən fərziyələr verilir və dəqiqləşdirilir və paylaşma keçir. Demək ki, ikinci sualın cavabı da oldu C variantı. 3-də nə istəyir bizdən? 3-də deyir ki, doğru olmayanı müəyyən edin. Baxın, burada variantlara diqqət etsək, bizə deməli karbon elementi verilib, sonra B variantında fosfor elementi verilib. Özdə baxın ki, ağ fosfordan söhbət gedir. C variantında kükürt verilib, kristallik kükürt. Sonra D variantında isə xlor verilib. İndi bizə deyir ki, doğru olmayanı müəyyən edin. İndi diqqət edin ki, ay uşaqlar, A-da deyir ki, karbon şəkil dəyişməsi zəif metal parıltılı, boz rəngli və elektrik cəryanını keçirir. Karbonun 4 dənə allotropik şəkil dəyişməsi var. Almaz, qrafit, karbon, fülleren. Bəli, söhbət gedir qrafitdən. Yəni, zəif metal parıltılı, boz rəngli elektrik cəryanını keçirən. Bu deməli doğru cavabdır. B variantında deyir ki, fosfor zəhərli, sarımsaq iyili maddədir. Oksigenlə reaksiyaya girir deyə onu suda saxlayırlar. Bəli, fosfor oksigenlə çox yaxşı reaksiyaya girir və fosfor 5 oksid alınır. Bu da doğru cavabdır. C variantında deyir ki, bərk halda sarı rəngli kövrək maddədir. Kükürtdən söhbət gedir. Suda pis həll olur. Bəli, su ilə spirt, spirt nə idi? Kükürdün uşaqlar
qarışığı heterogen qarışıqdır. Yəni adi gözlə görünə bilən qarışıqdır. C variantı da doğrudur. D variantında isə deyir ki, xlor sarımtıl yaşıl rəngli maye haldadır. Uşaqlar, xlor sarımtıl yaşıl rənglidir. Amma biz xloru yazanda xlor 2 yazırıq və deyirik ki, xlor qaz halında olan maddədir. Demək ki, 3-cü sualda yanlış cavab oldu hansı D variantı. 3-də D variantıdır. Baxaq 4-cü sualımıza. 4-cü sualımızda uşaqlar belə bir formul verilib bizə. CnH2n formulu verilib. Və gör nə deyir? Bu molekulun içərisində 12 dənə hidrogen atomu var. Bax, onu cədvəl deyir, mən demirəm. Hidrogen atomu var. Və biz baxırıq ki, bizim deməli formulumuzda 2 dənə hidrogen, 2n var. Hidrogeni 2n göstəriblər. Və bizə deyir ki, 12 hidrogen var. Demək uşaqlar, ardını oxuyun bir dəqiqə. CnH2 molekulundakı hidrogen atomlarının sayının 25% deuterium izotopudur. Deuterium izotopu verilmiş birləşmə molekulunda neytron sayılarını müəyyən edin. Tamam. Deməli, hidrogenin uşaqlar 3 izotopu var. H11, H12 və H13. Bir olan protium, deuterium və tritium izotopudur. Aha. İndi bizdən deuterium deyir, bizə deuterium deyir. Və mən görürəm ki, 12 dənə hidrogen atomu var burada. Yazacağım ki, onda 2n bərabərdir 12-yə, n də bərabər olacaq 6-ya. Hə, deməli mən müəyyən elədim ki, baxın, burada n-lərin sayı 6 imiş. Onda formulu bu şəkildə verə bilərəmmi ki, C6, H12. Deməli, mənə məlum oldu ki, mənim formulum C6H12-dir. Və mənə deyir ki, burada 25% deuteriumdur. 12-nin 25% deuteriumdur. Demək ki, 3 düşəcəkdə 25 oldu x. X də bərabər olacaq 3-ə. Aha, bu da belə 3 oldu. İndi uşaqlar, bu 12 dənə hidrogenin 3 dənəsi deuteriumdursa, yəni H12 izotopudursa, yerdə qalan 9 dənəsi uşaqlar olacaq protiumda. Yəni məlum məsələ ki, həmişə protiumdan istifadə edirik. Sadəcə indi bizə burada verib ki, 3 dənə bu, daha doğrusu deuterium izotopudur. Və gəlin indi biz neytronların sayını hesablayaq bu C6H12 birləşməsində və yazaq. Neytronların sayı da sanki belə deyək də, həmişə mən bunu qeyd edirəm. Bu biraz belə qəribə alınsa da, elə bil ki, belə deyək də, nisbi molekul kütləsi hesablayırıq sanki, özümüzə rahat gəlsin deyə. Düzdür, elə deyil, amma ki, yəni ona bənzər bir şeydir. Deməli, 6 karbonun, baxın, orada da qeyd olunub ki, karbon 12 6-dır. Yəni karbon 12-dən 6-nı çıxanda 6 neytronu qalır. 6 neytron vururam 6-ya. Niyə? İndeksində 6 var karbonun. Üstə gəlirəm. 3 dənə mənə deyir ki, deuterium var. Tapdım da, daha doğrusu. 3-ü vururam 1-ə. Niyə 1-ə vurdum aşağılar? Deuteriumda 2, 1-dir. 2-dən də 1 çıxsam, burada 1 dənə neytron qalır. Və məndə də 3 dənə deuterium dedim varımda. Vurdum 3-ə, amma ki 9 dənə də protium var axı. Uşaqlar, baxın, protiumda, bir saniyə bunu silim. Protiumda uşaqlar neytron yoxdur. Ona görə bunu 9 vurulsun 0 ilə 0 eləyəcək. Bura qeyd etməyin mənası yoxdur. 6-nın 6-ya 36, 36-nın üstünə 3 gələndə eləyir 39 və cavab da oldu bu sualda B variantı. Sonra 5-ci sualda nə istəyir bizdən? Gəlin baxaq. Deməli, 5-ci sualda bizə belə bir cədvəl kimi verilib və bir saniyə bunu kiçildim. Deməli, birinci narıncı hissədə yazılıb. Atomun böyük bir hissəsi boşluqdur. Atomun mərkəzində protonlar və onun ətrafında eyni sayda elektronlar hərəkət edir. Atomdakı müsbət yükün sayı elementdən elementə dəyişir. Bu, verilmiş fikirlər hansı alimə məxsusdur? Uşaqlar, biz bilirik ki, bu, deməli, Rutherfordun
yəni ifadələridir, onun deyilişidir, elmə gətirdiyi sözlərdir. Bu haqda Rutherford danışır. Məsələn, Thomson atomu kişmişli bulkaya bənzədib. Atom haqqında müxtəlif, belə deyim də, mülahizələr var, yəni sözlər deyilir. İndi keçək digər 6-cı sualımıza. 6-cı sualımızda nə istəyir uşaqlar bizdən? Burada deməli 6-da deyir ki, X2 O7 4 mənfi iyonu verilib. Üstə gələk H3O müsbət, bu hidroksonium iyonudur və alınıb burada 100 dənə elektron. İndi mənə deyir ki, X elementini, bu X elementinin uşaqlar məndən proton sayını istəyir. Elə adi bu qayda ilə, yəni biz bunun hesablamasını aparaq. X-in heç nəyi mənə məlum olmadığına görə buraya elə 2x yazacağım. Yəni 2, bu 2 vurulsun x-ə. Üstə gələk oksigenim 8 vurulsun 7. Üstə gəl 4, bax bu yükü. Üstə gəl 1 vurulsun 3. Üstə gəl 8 çıx 1 bərabərdir 100-ə. Bu elektronlara görə baxın, bunları da nəzərə alaraq qeyd edirəm. Bərabərdir 100-ə və başlayıram hesablamağa. 2x üstə gələk 8-i 7-yə 56, 56-nın üstünə 4 gələndə 60, üstə gələk 1-i 3-ə vurdum 3, 8 çıx 1 7, 3-ün üstünə 7 gələndə eləyəcək 10 bərabərdir 100-ə və 2x də bərabər olacaq. Deməli 30-a, x də bərabər oldu 15-ə. Demək ki, burada x-in proton sayı 15 və cavab B variantıymış. Bu belə. 7-ci sualla baxaq uşaqlar. Mən bunu bir qədər yuxarı çəkəm gərək, çünki 7-ci sual aşağıdadır. Deməli 7-ci sualda uşaqlar çox qəşəng, maraqlı bir sualdır və eyni zamanda da diqqət tələb edən bir sualdır. Gəlin indi uşaqlar, burada bax nə verib? Verib, deməli cədvəl çəkilib, görürsünüz də, daha doğrusu x, y oxu çəkilib, belə deyək. Və burada kütlə ədədi verilib, proton sayı verilib və x, y, z, t, f elementləri verilib. İndi gəlin bir-bir biz bunları yazaq. X-in uşaqlar proton sayı, deməli, X-in proton sayı bərabərdir A-ya, kütlə ədədi də bərabərdir 3A-ya. Özünüz də baxanda görəcəksiniz. Y-in uşaqlar, bir qədər belə aşağı eləyim bunu. Aha, bir dəqiqə. Y-in uşaqlar, kütlə ədədi, qoy belə yazım, Y-in kütlə ədədi bərabərdir 4A-ya, proton sayı bərabərdir 2A üstə gələk 2-yə. Sonra Z-in deməli kütlə ədədi 4A üstə gələk 2, 2A üstə gələk 2-dir. Proton sayı T-nin uşaqlar, T-nin deməli proton sayı 2A üstə gələk 3, kütlə ədədi 4A üstə gələk 2-dir. F-in isə deməli proton sayı 2A üstə gələk 3, 4A üstə gələk 4 də bunun kütlə ədədidir. Demək uşaqlar, hər bir elementin nisbi atom kütləsi var, proton sayı var, elektron sayı var və neytronu var. Yeganə elementimiz hidrogendir ki, orada neytron yoxdur, çünki kütlə ədədi də 1-dir, proton sayı da 1-dir, çıxanda 0 qalır yerdə. Və uşaqlar, proton sayıları sol aşağı küncdə yazılır. Kütlə ədədi yuxarıda yazılandır, sol yuxarı küncdə və kütlə ədədindən proton sayını çıxanda neytron sayı qalır. Protonları eyni olan atomlar növünə izotop deyilir. Neytronları eyni olanlara izoton deyilir. Elektronları eyni olanlara izoelektronlar deyilir. Kütlə ədədləri eyni olanlara izobarlar deyilir. Bu belə. İndi uşaqlar bizdə nə istəyir? Gəlin ona baxaq. Baxın uşaqlar, birincidə mənə deyir ki, deməli birincidə mənə deyir ki, bir dəqiqə oxuyum. Aha, bu bir saniyə, 7-ci sualı, düzdürmü? Kitabda baxın buna. Aha, 7-ci sualdır, bəli. Deməli mənə deyir ki, Y və Z izotopdur.
mən nə dedim? Proton sayları eyni olanlar Y və Z izotopdur. Baxın ay uşaqlar, Y-in də protonu 2A üstəgəl 2-dir, Z-in də protonu 2A üstəgəl 2-dir. Demək ki, Y və Z protondur. Bir doğrudur. İkinci deyir ki, F və T eyni element atomlardır. Eyni element atomları demək, yəni bunların proton sayları eyni olmaq deməkdir. Sıra nömrəsi eyni olmaq deməkdir. Bəli, mən görürəm ki, bunlarda da eynidir. Demək ki, bu ikinci cavabım da doğruymuş. 3-də deyir ki, Z və T izoelektrondur. Uşaqlar, mən dedim ki, izoelektron, elektron sayları eyni olanlara deyirlər. Gəlin baxaq görək, elədirmi? Z-də bu neytral atomlarda, yəni protonun nəticəsi onda elektronun olduğu 2A üstəgəl 2-dir Z-də. T-də isə 2A üstəgəl 3-dür. Qətiyyən bu başqa elementlərdən söhbət edir. Bunların elektron sayları, yəni daha doğrusu bunlar izoelektron deyirlər. 3 yanlışdır. 4-də deyir ki, X atomu 2 elektron aldıqda çevrildiyi iyonla Y atomu izotondur. Xeyr, X-də A-dır elektronu. İkisini də alsa A üstəgəl 2 olacaq. Daha doğrusu A açıq 2 olacaq. Bəs bu axı uyğun gəlmir, bu doğru deyil. Yəni bu ola bilməz. 5-də deyir ki, X və Y izotondur. Dedim ki, neytron sayları eyni olanlara izoton deyilir. Baxın uşaqlar, 3A-dan A-nı çıxanda X-də, bax burada qalır 2A. Bu deyil. Yəni bu 2A qalır. Amma Y-də isə deməli 4A-dan 2A üstəgəl 2-ni çıxanda həmin o 2A-nı vermir bizə. Yəni ona görə bunlar izoton ola bilməzlər. 5 doğru deyil. 6-da isə X və Z izotondur. Baxaq görək, X və Z izotondur. Baxın uşaqlar, 3A-dan A-nı çıxanda dedik ki, yerdə 2A qaldı. İndi Z-ə də baxaq. Deməli 4A üstəgəl 4-dən 2A üstəgəl 3-ü çıxanda bəli, yerdə 2A qalacaq. Demək ki, bu da doğru cavab oldu. Bunlar izoton, X və Z izoton ola bilərlər. Bəli, neytronların sayı eyni olur. Yox, mən nəyəsə düz baxmadım. Hə də 2A üstəgəl 2-ni çıxanda, bəli, düz demişəm də, yerdə 2A qalır. Baxın, 4A buradan üstəgəl 2-dən, elə bir ki, çıxanda 2A üstəgəl 2-ni, yerdə 2A qalacaq da, burada da. Ona görə bunlar izoton sayılırlar. Demək ki, 6-cı cavabım da doğruymuş. Yəni 1, 2, 6 burada oldu A variantı. Sonra 8-ci sualda nə istəyir uşaqlar? Verilən elementin deməli X 1, 3 təsviri nəyi göstərir? Deməli hidrogen, tritium verilib bizə. H1,3 izotopudur hidrogenin. Bunun uşaqlar atom kütləsi 3-ə bərabərdir. Proton sayı 1-ə bərabərdir. Neytron sayı 2-yə bərabərdir. Elektron sayı da 1-ə bərabərdir. İndi bu dediklərimiz hansı variantda var? Baxın D variantına. Protonu 1, neytronu 2 olduğunu görürük. 8-də də cavab oldu D variantı. 9 nə deyir? Molekulunda 2 atomu olan birləşməni müəyyən elə. Molekulunda 2 atom olan uşaqlara A variantında kobalt verilib. Kobalt elementdir. Burada 1 atom var. 2 atomlu olmur. B variantında H2O-dur. Burada 3 atom verilib. Deməli, bu deyil. C variantında H-xlor verilib. Burada bir hidrogen, bir xlor atom var. Bəli, bu 2 atomludur. Və cesium D variantında da bir atom göstərilib. Bu da 2 atomlu ola bilməz. Demək ki, düzgün cavab 9-da oldu C variantı. 10-cu sualda bizdən nə istəyir? 10-cu sualda bizə belə bir qablar verilib və qabların içərisində deməli molekullar göstərilib və aşağıda verilmiş diaqramda eyni temperaturda olan 2 maye maddənin molekul modelləri. Hə, demək ki, bu qablarımızın içərisində yəni mayelərdir və fikir verin ki, birincidə sıxlıq azdır. Yəni bir-birindən aralı yerləşiblər. Aralarındakı məsafə çoxdur. İkincidə isə sıxdır. Demək ki, bu biraz qatı, yəni sıxlığı çox olan mayedir və uşaqlar
Yadınızda saxlayın ki, sıxlığı çox olan mayenin qaynama temperaturu həmişə yuxarı, daha yəni digərinə nisbətən yuxarı olur. Sıxlığı çox olanın qaynama temperaturu çox olur. İndi baxın ay uşaqlar, 10-cu sualda A'da, yəni A'da deyir ki, qaynama temperaturu 1 böyükdür 2. Və bizdən nə istəyir? Doğru deyil deyir. Doğru deyil, səhv olanı istəyir. Hə, deməli 1 böyükdür 2. Birinci qabın qaynama temperaturu ikinci qabın qaynama temperaturundan çoxdur. Yox, axı mən dedim, sıxlığı çox olanın qaynama temperaturu yuxarı olar. Burada doğru 2 böyükdür 1 olmalıydı. Demək ki, A səhvdir. A variantı səhvdir, yəni kiçik A səhvdir. Sonra molekullar arası cazibə qüvvəsi 1 böyükdür 2-dən. Ay uşaqlar, biz gözümüzlə görürük ki, burada birincinin molekulları bir-birindən nə qədər aralıdır, amma ikincinin molekulları çox-çox yaxın yerləşir bir-birinə. Axı birdə cazibə qüvvəsi çox kiçikdir. Ona görə də B də səhv olacaq. B variantı da səhvdir. İkincidə qaynama temperaturu 1 kiçikdir 2-dən. Bəli, bu doğru cavabdır. D-də molekullar arası cazibə qüvvəsi 1 kiçikdir 2-dən. Bəli, bu da doğrudur. Amma doğru olmayanlar A ilə B, o da elə A variantında qeyd olunub. Deməli uşaqlar, bugünkü sınavımızın izahı bu qədər. Növbəti sınavlarımızda inşallah izahını verəcəm.